Şirk Allahın haqqı olan bir şeyi Allahdan qeysinə verməkdir. Məsələn, sən etiqad eləsən ki, imam, tutaq ki, məsələn, Əli radiyallahu anhu, yəni radiyallahu anh deyəndə bəzilər başa düşmür, Əli, yəni Allah ondan razı olsun. Məsələn, sən etiqad eləsən ki, möminlərin əmri, əmirül müminin hər yerdə eşidir, sənin dualarını eşidir, Allaha çatdıracaq, onda sən Allaha ortaq qoşursan. Niyə görə hər yerdə eşitmək kimin haqqıdır? Allahın subhanahu wa ta'alın. Allah Teala nə deyir? Eşidən, görən, bilən və hər şeydən xəbərdar olan odur. Möminlərin əmri adam olub, insan olub, Allahın əmrini icra edib, Allaha ibadət edib, o da özü Allahdan istəyib. Ulaikellezine yed'un yebtaguna ila rabbihim vesilete eyyuhum aqrabu ve yercun rahmetehu ve khafun azabe. Təsəvvürün əvvəlkilər üçün deyir Allah Teala. Onlar elə kəslərə ibadət edirdilər ki, onların özləri, yəni ibadət olunanların özləri onları Allaha daha çox yaxınlaşdırmaq üçün vəsilələr axtarırlar. Yəni özü Allaha ibadət edən və Allaha yaxınlaşmaq üçün vəsilə axtaran birisinə sən də ibadət edirsən. Etiqad edirsən ki, o eşidir, sən nə deyirsən Allaha deyir. Belə şey yoxdur. Heç o Muhammed sallallahu aleyhi ve sellem elə bilmir. Baxmayaraq ki, Əhl-i Beytin hamısından əfsəldir. Sahabələrin, nəyəkən sahabələrin, əvvəlki peyğəmbərlərin hamısından, cəmindən əfsəldir. Onun haqqı deyil.